İndi isə daha ətraflı. Ağdam rayonunun Sarıcallı kəndinə növbəti qayıdış prosesi həyata keçirilib. Bu mərhələdə 39 ailə olmaqla 153 nəfər köçürüldü. Son vaxtlar keçmiş məcburi köçkünlərin öz doğma yurd yuvasına geri qayıtması göstərir ki, böyük qayıdış proqramı uğurla icra edilir. Ən çox elə öz ata-baba yurdum, Ağdam rayonunun Sarıcalı kəndi və Sarıcalı üçün darıxmışam. Fərəhlə qayıdırıq. Quruculuq işləri ilə məşğul olacağım. Müsahiblərimiz Ağdamın Sarıcalı kəndinə qayıdan sakinləri, keçmiş məcburi köçkünlərdir. Bugün onlarla birlikdə daha 153 nəfərdən ibarət 39 ailə əzəli və əbədi torpaqlarına qayıdır. Respublikanın müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşan sakinlər Qobu Park 3 yaşayış kompleksindən yola düşdü. Yurda tələsən Sarıcalılar təəssüratlarını, xatirələrini bizimlə bölüşməyi unutmadılar. Mən hamıya arzu edirəm ki, öz vətənin, burada öz vətənimizdə, amma öz yerimizdə, öz obamızda olmaq başqa hissiyyatı var da. Gərək hiss eləyəsən, biləsən. Onlarla bağlı planım odur ki, əlimdən gələni eləyəcəm. Özüm gitara çalanam. Ancaq mənim hobbim odur. Bütün insanların hamısının toyunda iştirak eləməkdir mənim. Arzum odur ki, Azərbaycan çiçəklənsin, Azərbaycan bir Gülüstana çevrilsin. Neçə illərdir ki, öz vətənimizin həsrətini çəkirik. Orada bizim rəhmətə gedənlərimiz var. İstəyirik ki, oranı ziyarət edək. İndi qayıdırıq evimizə, işimizə. Şükürlər olsun Allah'ın bu gününə. Arzu edirəm bütün nə qədər qaçqın köçkün var, məcbur köçkün. Hamısı qayıtsın yerinə yurduna. Burada Əhmədlidə olmuşam, Qarayevdə olmuşam, Pəhlərdə olmuşam, Zabratda olmuşam. Birinci kəndimə gedirəm, buna rayonuma hara getməliyim. Darıxdığınız, ən çox darıxdığınız xüsusi bir yer var ki, baxarsınız. Darıxmaq da əsas oldu ki, yenə şükürlər olsun, gedirik evimizə, işimizə. Azərbaycanın hər bir bölgəsi bizim üçün əzizdir. Amma o torpaq mənim üçün daha əzizdir. Spesifik belə getmək istədiyiniz bir yer var. Olur ya, adam uşaqlığında, gəncliyinə gedir, oturur, əyləşir, bir oradan baxım kəndə, dostlar. Mənim uşaq ən orada yadda qalan xatirələrdən biri odur ki, bizim kəndin yəni yuxarısında bir Abdal Gürafı deyilən yer vardı. Ən mənzərəli, ən sərin sulu bir bulaqlı bir yer idi. Həmişə gedib orada oturardıq, durardıq, orada istirahət edərdik. Yəni hər bir torpağımız bizim üçün gözəldir. Yəni mən o torpağın hər bir qarışına elə bir canımı verirəm. Bundan sonra planlar nədir? Nə eləmək istəyirsiniz? Bundan sonra planlarım o Dədəbaba yurdumuzu yaşayıb, abadlaşdırmaq, yaşıllaşdırmaq, nə bilim, işləmək, oranı qorumaq, ora çəkilən zəhmətlə salınan bağları, parkları göz bəbək kimi qoruyub yaşılığı əbədi saxlamaq ki, Cənab Prezidentimiz nə vaxt o torpağa gəlsə desin ki, doğrudan da xalq buranı sevirmiş, ona yer yolda yaşadır. Allah prezidentimizin canı sağ eləsin, balalarını saxlasın. Bizə bu gözəl günü qismət elədiyinə görə çox sağ olun. Neçə il bundan əvvəl çıxmışdınız oradan? Kimlə çıxmışdınız? İndi kimlə qayıdırsınız? Uşaqlarımla çıxmışdım. İndi şükür uşaqlar hamısı yanımızdadır. İnşallah hamımız qayıdırıq, belə fərəhlə qayıdırıq. Arzularınız nədir bundan sonra? Bundan sonra arzularım olan uşaqlarımın toyunu eləmək, öz elimizdə, obamızda məskunlaşıb oturacağıq. Allah prezidentimizin canını sağ eləsin. Onlar əzəli torpaqlarına qayıdarkən biz isə bu ərazilərin tarixinə qısaca nəzər salaq. Unutmaq olmaz ki, Ağdam 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Ağdamın azadlığı isə 2020-ci ildə Vətən müharibəsində əldə olunan uğurun bariz nümunəsidir. Nə az, nə çox. 32 il sonra Qafqazın Xirosimasına həyat qayıtdı. Daş üstündə daş qalmayan, minalarla çirkləndirilən Ağdamın Sarıcalı kəndində bugünkü qayıdışla birlikdə ümumilikdə 300-ə yaxın sakin yaşayır. Şəhərin özünə isə ilk köçün bu ilin payızında baş tutması planlaşdırılır. Ümumilikdə Ağdamda 5 yaşayış məhəlləsinin və 12 kəndin inşası nəzərdə tutulub. 66 binanın tikintisi davam etməkdədir ki, onların 6-sı qeyri-yaşayış, 60-ı isə yaşayış binaları kimi öz sakinlərini qarşılayacaqlar və bu köçün də Ağdam şəhərinin özünə, köçün isə oktyabr-noyabr aylarında baş tutması təxmin olunur. Bundan əlavə Ağdamın özündə də bir sıra infrastruktur obyektlərinin tikintisi həm tamamlandı, həm davam edənlər var. Burada məsələn Ağdam Sənaye Parkını nəzərdə tuta bilərik ki, bir sıra fabriklərin, zavodların burada artıq fəaliyyətinə başlanılıb.
eləcə də imarət kompleksi artıq burada fəaliyyətə başlayıb ki, bu da Ağdamın ümumiyyətlə Qarabağın, Azərbaycanın olduqca önəmli turizm mərkəzlərindən biri idi. Həmçinin gördüyünüz kimi də Cümə məscidi də Heydər Əliyev fondu tərəfindən restavrasiya olunduqdan sonra da o da öz ziyarətçilərini qəbul etməyə başladı. Nəinki Ağdamın, ümumiyyətlə işğaldan azad edilən ərazilərin elektrik enerjisi ilə təchizatı da əsas hədəflərdəndir. Qarabağın enerji təminatı əsasən bərpa olunan mənbələr hesabına ödənilir. 2040-cı ilədək bölgənin ümumi güc tələbatı 1000 meqavata çatdırılacaq. Görülən işlərin davamı kimi isə 2025-ci ildə daha bir neçə elektrik stansiyası istismara veriləcək. Bu günə qədər Azərenerji tərəfindən 12 yerdə yarımstansiyalar tikilib və istismara verilib. Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də Böyük Qayıdış proqramına uyğun olaraq fəaliyyətini davam etdirir. Qayıdış proqramına əsasən təkcə ötən il ölkənin 63 şəhər və rayonunda məskunlaşan 30 minə yaxın köçkün ailəsi, 102 minə yaxın keçmiş məcburi köçkün soydaşlarımız arasında sorğu aparılıb. Toplanan məlumatlar komitənin Qayıdış və Reinteqrasiya elektron məlumat portalına yerləşdirilib ki, məhz sözügedən portal vasitəsilə qayıdış prosesi idarə edilib.